ID ilə güvənli bir şəkildə elmas vurdurmaq istəyənləriniz üçün ekrana qoyduğum şəkil vasitəsilə nömrə və yaxud Instagram hesabı ilə əlaqəyə keçə bilərsiniz. Hər kəs salam, mən Şadov. Bugün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızdayım. Uşaqlar, bugün dostumla yalnız 40-da kill yarışması eləyəcəyik. Baxaq videoda daha çox kim kill alacaq, daha çox kill alan qazanır, nə qazanır, heç nə. Heç bir ödül yoxdur, amma sadəcə mırta ilə belə öz aramızda yarış edirik. 3 gün falandır, kanalda video yoxdur, bəlkə də bugün də atanmasam 4 gündür falandır. Tamam olur, bilmirəm, bəlkə sabah atdım videonu, deyəmmərəm, editi falan olur, nə bilim işlərim olur da. 2-3 gündür boş değildim, biraz işlərim var idi. Həm də video istədim biraz maksimalını görüm. Dedim biraz izlənsin də, ən azından attığım video digərlərinə nisbətdə az izlənib, amma yenə də pis deyil. Bu arada dediyim kimi like atıb abunə olmağı unutmayın, belə videoların davam gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Artıq 2K'ya doğru gedirik. Aha, bir dənə kafa vurdum. Oy, birini vurdum və kaskını tutdum. Всё, oradan killimizi aldıq. Bir dənə killimiz var hələ ki, cepdədir. Yəni yanımda dostum var, həm klan oyuncumdur, həm dostumdur. Yəni açıq gözləyirəm. Yenə bir dənə qəşəng kafa vurdum. Pompalıya iyim qəşəng daha. Qoy tutsun məni. Məndə onun Joseph var, o bana heç təsir edəmir. Görsən, bilirəm daha yalnız 40 nə karakterindən girmək lazımdır. Buna var, burada da pusur. Bir dənə də yelek vurdum və yenə son yasa açıldı dərsən. Və ikinci killimizdə mən almağı bacardım. 2 kill almağı bacardım, qəşəng. Like atıb abunə olmağı unutmayın, belə videonun davam gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Bir dənə şeyə baxın gözdə. Açıldı ha. Ay sağ ol. Rahatsız etmədədir. Əsas odur. Çünki video çəkəndə falan yazanda həm əlim ona dəyə bilir. Həm də istəmirəm də, yəni videoda səs falan gəlsin, mesaj səs falan. Gözləyək. Görək nə edə bilirik. Aha, bu raşladı. Buna 2 dənə qəşəng yelek vurdum, kaskdan falan. Bir dənə nə vardı o? Rəqib nətər vurdu? Rəqibin azmaz FPS fərqimiz oldu. Qəşəngsən. Sonyada taradı rəqibi. Daha düzü rəqib yox, rəqibi taradı. Kill aldı. Bu roundda 2 killi dostum aldı. 2-0 aparırıq oyunu. Pis deyil. Mənim hasarım biraz çoxdur, amma ölümüm var deyə aşağıdayam. Hər nəsə. Əsas oyundan çıxanda da hələ ona qədər çoxlu işlər dəyişə bilər. AVM seçdilər. Artıq AVM rəqibin hansı, mən qabağıma çıxan bütün rəqiblər daha AVM seçir. Nə məsələdirsə, bilmirəm, oyunda daha AVM-ni gücləndiriblər, nağarıblar. Hamı seçirik. Bir dənə bombamızı çəkib bu tərəfə ataq. Nava gəldi. Bir dənə 150. Allah, o da məni vurdu. Bir dənə Allah, falana qədər vurdu. Dostum birini mənim vurduğumu vurdu. Amma digəri də dostum öldürdü. Bu arada elmaslarınızı keçib ekrana ilk girişdə qoyduğum şəkil vasitəsilə keçib ucuz bir şəkildə ala bilərsiniz. Bilmirəm indi neçədir tam qiymətləri, neçə vaxt elmas falan vurmuram. Amma 16 manatdır deyə bilirəm aylıq. O daha çox qəşəngdir, həqiqətən sərfəli, çox sərfəlidir. Çox yer 18-ə vurur, 16-ya vurur. Mənim qoyduğum foto vasitəsilə girib vura bilərsiniz. Həftəlik təmişət kimi, yəni stabil 4 manatdır. Orada vurula bilərdim, yaxşı qaçdım. Bu da bombanı vurub, burada bir dənə buz. Yalnız 40-da üçlü buz elflədə, bilirsiniz onsuz. Bunu artıq güncəlləmənin gələni xeyli olub. Bu da bu arada güncəlləmədə, yəni güncəlləmədə nələrin gələcəyini bilmək istəyirsinizsə, elə bir video çəkimmi, yəni o haqda bir şey yorumlarda bildirin. Ola bilər ki, bir neçə video sonra da artıq yeni gələn güncəlləmədə nələr gələcəyini görəcəyik. Ola bilər də, ağlımda elə şeylər var. Yaxında bayram hədiyyələri olacaq. Yenə deyirəm. Nə qalıb ki, son bayram gözləyirəm. Ayın hardasa neçəsi olur? 18-də olur dərsən, səhv eləmirəmsə. 18-i falan, yəni axırıncı sərkəmbədə falan hədiyyə rəqib gəlir. Bir dənə vurdum. Bir dənə də vurdum. Sürəti bas. Hə, dediyim kimi axırıncı sərkəmbədə falan ola bilər hədiyyələr verəm. Aha. Oy, kaskına mən vurdum. Dostuma saydı. Yumruqla vurdu. Bilmirəm nəsə vurdu. Dostum da kafa atdı. Mənim vurduğum kafayı da elə bil aradaca da heç oldu. Hər nəysə, seçmə sırası bizdədir. 6-lı və bəlkə P90 seçək bir dənə də. Tarama seçilməli onsuz. Çünki nə bilim də, o UMP seçərdim, amma yoxdur. MP40 olsa MP40 seçərdim, o da yoxdur. Ona görə P90 seçdim. P90 da zorlu atdı, qəşəng hasar var. Bir dənə cadıcanacaq güclü desenli olsa mükəmməl olar. Bura bir dənə buz ataq. Raşlamaq istəyir rəqib, bunu qırmaq olmur, yox, dostumu tutubsa qırmaq olmur, kömək edək. Allah, dedim bəlkə kafa tutar, tutmadı.
Raşda üstümə, raşda, öl, ala. Son yanına tüpürməyi səni. Mən onu öldürdüm, o da məni. Dostumu gizləyir, dostum görək nə edir. Bu arada Axsırmam gəldi bayaqdan elə. Axsırdım, dincəldim. Ya Allah, hər neysə. Uşaqlar, əgər qorxu videoları istəyirsinizsə, yaxında mükəmməl ağlımda planlar var. Yaxında gələ bilər. Həqiqətən düz biraz vaxt problemi var. Vaxtımızı düzəltsəm, ondan sonra mükəmməl videolar gələcək kanala. İndi bomba tutdu. Hər neysə, nədən söhbət eləyək? Nə bilim, görək də nədən söhbət eləyək. Dostumun keli bəlkə məndən bir dənə çox və ya bəlkə bir dənə az şağdı deyəməm. Allah, yanında deyir rəqib. Qaşay. Baxdıqca Abbas öldürdü, random rəqibi öldürdü. Canı da 11-cə canı var imiş. Heç nə. Qabaq da bu arada klan oyunculardı ki, klan, yəni eyni klan oyuncusu, eyni formada şeylər tağlılardı. Biz də eləyik. Mən os eləyim deyə qabağıma da elə rəqiblər bir də çox var. Buradan raşlayıb bir dənə vur, dana qəşək. 2 dənə də kasko otuzdurdum. Raşladı. Sən də bunu vur, qəşək. Altının qabağında duranmadı. İlk oyunumuzu çox sürətli bir şəkildə bitirdik bu arada. Görək, kill böyük bir ehtimal məndədir. 6 kill məndədir, 5 kill də dostumda. Like'ımızı atdıq. İlk oyunumuzun qalibi mən oldum. Hələ yeni deyil, hələ 6 dəqiqə yeni olub. Getdik. Valla, nə oldu buna? Nəsə təzə şey gəldim, onu çıx, bir dənə tez başlayaq. Keçək ikinci oyunumuza görək bu tur kim olacaq? Əgər dostum utsa 0-0 qalacaq da, ya da 1-1 qalacaq. Yəni heç kim udmayacaq. Amma mən utsam 2-0 udmuş olacağam. Görək nə edə bilirik. Rəqib niyə bir dənədir? UMP-mizi seçək və kill pompalımızı. Rəqib bir dənə olsa təhləməyi məncə o qədər yaxşıdır. Yenə uz gəldi uşaqlar. Yenə uz klanı, yəni Üzbəkdirmi, bilmirəm tam, yəni elə bir şey olmalı da. Neysə. Yerində durur bu arada. Aha. Görürəm bəlkə təkil. Gəldi ikincisi də. İkincisi də gəldi. Vuranmadım. Ona var. Dostum ilə Afrikanı gör nəydi son yasını uçurdu. Çıx görürəm bir dənə. İndi o tərəfə getdi. Mışa var. Bir dənə düz yerdə. Kardiyan çox pisdir. Adam gözü ağırdı. Buna bax, indi orada gözləyir. Qəşək atdım buzu, yoxsa indi taxtalı köy boylamışdım və bir dənə yelək vuraraq öldürdüm. Heç elə düzəməli hasarım da yoxdur çox güman ki. Çünki Allah, bu nədir? 97 hasarım var. Hər neysə, problem yoxdur, əsas killdir. 10 hasara 10 kill da ala bilərik. Bunun heç bir sakıncası yoxdur. Aha, bir 2-3 dənə yelək vurdum qəşək. Bunda əsas ölməməkdir və kill almaqdır. Kaş o bombanı tutaydı. Bir dənə 11 vurdum, raşdayı. Bir dənə də yelək. Bir dənə, yox, imkan verərmi dostum? İlişmişdim bu arada orada. Rəqib məni çox rahat öldürərdi. Oturan gələn rəqib. Bir dənə qaç, pısada arxamdan vuracaq. Kitimizi basaq təbii ki də. Çünki nə qədər canımı... Alayın da buradan çıxdı, sırtığa bax. Bir dənə qaç. Aha, bir dənə də yelək vurdu. Bunu burat. O da məndən qaçır. O olub, o da o tərəfə qaçır, bilmirəm. Raşlamaq əvəzinə oturan rəqib mış kimi pusurdu, qaçırdı. Qolum ağrıdı ya. Görək bir dənə, yəni 2-0 eləyə bilirikmi oyunumuzu? Həm də fırsat da ən azından 1 kill daha artıq alsam qəşəng olar. Yaxında qorxu videoları da gələcək dediyim kimi. Əgər tasir qorxu videolarına baxıram ki, heç o qədər ürəyiniz istəyən şey gəlmir də. Ürəyimiz istəyən, yəni nə bəyəni gəlir. Bəyəni pis olmur həqiqətən, bəyəni gəlir. Amma izlənmə saatına falan baxıram ki, yəni o deyil də, yəni çox aşağı verir. Yəni virtual videolarla qiyasda çox aşağı olur həqiqətən. Rəqibdə indi bizə pompalıq canım qalıb bu şey. 2 dənə daldala vursa elə bil ki, taxtalı köydəyəm. Bir dənə ona bax orada pusurum, vura bilərəmmi? Muşqutda bir dənə vurdum qəşək. Ən azından, aha, qabağıma uzatdı. Buradan çıx, alanına bağladı məni. Buradan qaç. Çıxıb bir dənə vura bilsəm, alanda öldüm, əçinə tüpürüm. Belə şey olar. Bax, mış kimi belə alana bağladı, uğraş yüz göstərərək. Dayan. İndi başlayaram mən normal oynamağa, saat qan durmağa başlayaram, sən də baxarsan. Ola bilər bu arada video biraz uzun olsun, amma keçmədən axıra qədər izləsəz sevilərsiniz. Çünki nə bilim, söhbət edirik də. Hər neysə, neçə 3-4 gün dediyim kimi kanalda video yox idi. Ona görə həm də istəyirəm biraz bol video olsun. Ən azından o izlənmə saat problemini bir dənə tez bağlayayım, aradan qaldırım.
AVM seçir, görürsünüz, bütün rəqiblər gələndən hamısı AVM seçir. Bir dənə bəlkə onun buzunu qırım. Bir dənə də vur, bir dənə də vur. Aha, indi sağa buz atdı. Sağa yox, daha düzü sola, mənə görə sola buz atdı. Onu da qır oraya gedəməsin. Sənin bombanı sağa dedirtmədən mən. Bir dənə kitimizi basaq. Yeləyimiz yoxdur demək olar. Çox aşağı bir yelək. Oba, dostumu öldürdülər. Mənə də xışlayacaqlar indi. Birinciyə qalmışam, plusdakı AVM-dir, neyniyəsiyim. Ana bax, oradan gəlir. Bir dənə açıq ver. Aha, bir dənə 150 vurdum, öldü, qəşək. Şansım biraz qaldı uşaqlar. Bir dənə yeləyib, bir dənə vursa AVM-ilə. Çox güman ki, yeləyim tutacaq. Nə qara bilək, ona görə taktika oynayaq. Solda da mən fikir verirəm. Solda konteynerin arkasındadır rəqib. Biraz buz. İndi gözləyək. Görək, oradan keçsə bir dənə vuraq. Vuramadıq. Çıx görüm bir dənə. Aha, bir dənə 150 qoydum, qəşək. Bir dənə keçsin taxtanın arkasına, qorxudan titriyir. Bir dənə getdik, raşlayaq arxadan. Yoxdur burada. Gedək indi buradan, hardan? Burada çox qaribədir. Buradan gəlib. Bir dənə 150 vurdu. O, qəşək. Onu vuramasaydım çox güman ki, rəqibi öldürürdü. 2-1 eləməyi bazardıq, qəşək. Çıxdı AVM. Düzdür, o qədər əvvəl kimi oynanmıram, amma yenə də oynamağa çalışdıq da bitəri. Bir şey eləməyə çalışdıq. Bu bombanı da həmişə çəkən rəqiblərin bezinin, yəni sol tərəfinə at. Yəni rəqiblərin əslində bezinin sağ tərəfi doğru at. Çünki orada pusurlar çox vaxtı. Yəni buz görək, açıq gözləyirəm. Əsasən adam gəlsə açıqla vurmaq istəyirəm. AVM-dən nədə olmasa. Heç nə olmasa da AVM-dir. Yəni da bura buz qoyum. Arxamdan raşlayıb təhliyəllər falan. Oradan çıxsaydı ona bir dənə 150 vursaydım yaxşı olardı. İkilcə hələ ki mən irəlidəyəm. Aha, bomba gəldi, Həsən qaç. Yox, bomba gəlmədi. Aha, vuramadım. Ona bax, indi o bomba atdı, qaç. Həqiqətən elə bu qaçdı tutdu oynayıb. Çox biz də biraz mışım oynayırıq. Niyə ki? Çünki kill yarışmasıdır. Mən nə? Yer raşlayıram ki, AVM-dən niyə raşlamalıyam ki? Nəyimə lazımdır raşlamaq? Ona orada pusu bir dənə 150 vura bilərəm mi? Allah, vuramadım. Getdi ki, ayağının arasından keçdi güllə. Bəxtimə nə deyim? İndi bomba atır, qaç buradan bu tərəfə. Aha, kitimizi basaq buradan sürətən qaçaq. Bura buz. Vurmağa çalışsa vuramasın. Aa, get burada durma. Burada dursaq lap sürəcəyik. Aha, gəldi. Bir dənə 150. Bir dənə də 150 qəşək. Öldürməyi bacardım. Aha, bir dənə də buna 150. Ben də vurdum, qəşək. Mükəmməl bir şəkildə. Çox aşağı bir candan. Bir vs çatdım yenə. Killim 5 dənə oldu. Dostumun isə killi 2 dənədir. 1-2 kill alırsam, yəni rahat olardıq ki, artıq kill yarışmasında mən keçənməyəcək. Alır mükəmməl. Seçdiyi silahları var. Deagle, altılı. Pis deyil, qəşək silahlar. Təkcillə silahlardır, amma təkcillə oynamayacaq. Qəbişə taram var. Çünki rəqiblər də inanmıram təkcillə oynaya. Bir dənə 32 vurdum. Qəşək. Bir dənə sis, bir dənə də bomba atacaq. O nətər vurdum mən orada. Qəşək, kaskını çıxdıq. Süper, gedək raşlayaq. Bir dənə taray, ziyarini dağıt. Buna bax, bombayı uğraşmağa atır belə. Neysə. Yoruldum, Sənim yoruldu. Ücəyə xeyli vaxt olar ki, danışırıq. Ücəyə xeyli uzanmış olar video. Xeyli uzun oldu bu video. Bir dənə 30. Baqla başımı tutdu. FPS-dən başımı tutdu. Heç nə olmaz. Dostumuzu izləyək görək nə eləyir. Bu da Lomçum. Buna bax, bomba gəlir. Aha, üstünə qaçmadan, niyə rəqibin üstünə qaçsın? Taraş, sağ ol, bir dənə buz, özüdür. İndi gözdən kitini bas, o rəqib raşlayır mı? Yox, orada gözləyir, o lox kimi, orada niyə gözləyir ki, mən bilmir. Gəlib bir dənə yeyilək vursa, öldürmüşdü indi. Bir dənə çıxır, qəşək, 67. Çox tələsimə, çox açıq vermədən oyna. Çünki kaskın çurda bilər. Görək 6 ilə raşlayır, hələ bilmək, sözü də bilmir bu dəqiqə nə eləyir. Bir dənə bomba atır, at. Aha, bir dənə 3 vurdunsa, o daha raşlaya bilərsən rahatına. O boşda bomba ilə 3 vurdunsa, sağ halaldır. Neysə, uşaqlar, bu arada qorxu videoları istəyirsiniz, bununla kanalda yazın. Çox ki, yaxında olacaq, amma çox kritikdən elə videolar. Yəni, özümüzü bilə salmaq istəmirəm, ona görə gec-gec gələcək o videolar, amma gələcək. Nə vaxtsa olsa da gələcək. Nə bilim, daha yaxşı konseptlər var ağlımda. Görürəm, həmin konseptləri mən çəkmək istəyəndə başqaları məndən əvvəl çəkir.
Elə ona görə də həvəsim bəzən düşür. Həvəsim düşmək yoxdur. İndi götürüb mən də paylaşacağam, deyəcəklər ki, çalıbsan. Düzdür, halbuki mən lap çoxdan fikirləşsəm də həmin konseptləri öyle deyil rəqibə. Lap çoxdan fikirləşsəm də həmin konseptləri, yəni məndən başqa çəkənlər də olanda ücəyə çəkmirəm mən həmin konsepti. Çünki istəmirəm də, yəni deyəcəklər ki, içeriklərimizi çalırsınız. Nə bilim, yəni bir çox insan elə düşünə bilər. Ona görə hər nəsə istəyirəm ki, özüm biraz fərqli yaradıcılıq, yəni biraz kreativlik olaq, kreativlik, hər nəsə. AUG və UMP ləzzətlidir, amma heç vaxt məndə kafa getmir. Bundan bir dənə kafasının hassasiyyətini də tapıb paylaşacağam. Yaxında hassasiyyət videosu da gələcək, amma biraz gərək ara verək hassasiyyət videolarına da və hər gün hassasiyyət paylaşırlar, sizə deyil. Sənin bombana da, sana da deyəcəkdim da. Bir dənə kitimizi dolduraq, incə araşdıracaqlar. Soldadır. Qışşay, kaskını tutdum. Can yoxdur onun. Canı yoxdur deyirəm. Heç canı qalmamış ki, bir dənə kask vurdum. Bir dənə bura buz, araşdıraq. İndi gedirik arxa tərəfdən. Ona UMP-nə bir dənə. Ay, orta bax, sən də nervli. AUG-da qaldım. Çıxmır AUG-dan. Gedirik UMP-yə. Buna bax. Ay belə. Sənin oynadığın oyuna nə deyim? Adam mazgeydə, məndədir günah. Mən niyə sürət karakterindən götürəm? İndi götürərdim gəlir indi şeyi, Homer və yaxud Raiden'i. İndi buraxardım, orada da tuta ziyarını dağlardı da. Günah məndədir, mən elə sürət falan götürəm. Mən AUG neydi? AUG falan götürürəm. Günah məndə olur. Mən indi buraya mış karakterlərini yığar, nə vaxtsa girərəm. Ağılları başlarına gələr. 400 comeback götürür rəqiblər, amma inanmayın ki, comeback eləyərlər. Yəni comeback eləyib utsalar oyunu silərəm həqiqi. Yəni əslində biraz dostumun təkbətəkdə olsa silərəm, belə silmərəm. Onu qorumaq amaçlı bir dənə bomba atdım ki, raşlasalar falan hasar gitsinlər. Həm də Allah nə tez öldü, bu da çıxan kimi öldü. Yenə birinciyə qaldım. Rəqibim bir orada bombanı tuturum. Hardan atırlar, gəlir məni tutur. Raşladı bir dənə vur. Allah. 4-4 elədilər, oyun getmir. Ona özü salan göstərir, xiyarlar görə oyun oynayırlar, dayan. Heç özüm oyuna verəmirəm. Yəni, mış kimi normal oynasam, əslində 1v2 də atarım onlara. Yəni, özümün heç tam gücümlə oynayamıram belə də. Tam gücümlə oynasam, 1v2 də atarım onlara. Hər nəysə. Əsasən, videom maraqlı olmalıdır. Biraz uzun olsa həqiqi yaxşı olar. Baxırıncı rahat. İndi biraz özümüz oynaya verək, biraz mışım oynayaq. Az bayaqdan gələrək raşlayırdım mı ki, bayaqdan nasmışımı gözləyirdik. Videodan olanda həm söhbət edirəm, istərsəməz əl alışqanlıqda gedir, bir də görürəm kontenin arxasında məsələn biraz gözləyirəm, biraz pusuram, biraz şey edirəm. Özümdən asılı deyil, söhbət edəndə falan başım qarışır. Həm də niyə gedim raşlayım ucuzunda, niyə ki, mən tək güllə seçəndə həqiqi raşlayıram da, tək güllə seçəndə raşlayıram. Tarama əlində UMP varsa rəqibim, mən niyə ona raşlayıram ki, buna indi bomba atdı. Yenə tutdu bombası, ücüyə nervlənirəm, özüm də yavaş kasıram, bilmirəm niyəsə. Arışqanlığı belədir də. Yan-yana yaxdan araşdasalar zor olar, ikimiz də öldürərdilər. Yenə də bomba gəlsə, pis olar. Ona baxardansa vurmaq istəyir o. Onu nətər öldürə bilərəm, əlindəki təzə bomba. Ola, hardan araya vurur o gör. Aha, bir dənə 32 vurdum qəşək. Hər neysə. 4-4 kritikdir, üstündən vura bilərəm, görən. Qaçırıyıb da, qoymur, vuraq, buna indi o tərəfə qaçır. Bir dənə qabağa keçək, alanda falan saxlamasınlar bizi. Əlimizə yaxına gələn kimi UMP falan gələr istəyən pompalı 2 dənə çak-çak qoyacaqım. Orada da öləcəklər, elə bilirlər şey oynayırlar, elə bilirlər bunlar oynayırsa da indi bunlara göstərəcəm dayan. Gəlib bir dənə kafa ata, nə qədər gülərəm. Allah, bax bu ücə pis oldu bu. Araşdadı, 2 dənə yelək onun canı yoxdur. Görürəm, bir dənə P90 vurdu. Bizə P90 gülləsindən öldürdü. Gəldim, rəqib. Allah. Allah, öldü, alanlar gördü. Sırtığa bax, dostumun da son yapsın açdı. Mənim də 5 canım qaldı. Allah, 1v2 orada dutsaydıqlar, ayda, nə pis olardı. Son yana türün bu arada 9-4 ikinci oyunumuzda tutmağa bacardıq. Kill yarışmasında 2-0 dostumu unutdum. Əgər belə kill yarışmalarını sizlərlə də eləməyimi istəyirsinizsə, öz fikirlərinizi bildirin, hər neysə. Yaxında canlılar falan da ola bilər. Hər neysə ki, bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Belə videonun davam gəlməsi üçün abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.